Ha, bax biz dedik ki, məlumatın məhdudlaşdırılması yalnız Konstitusiya əsasında həyata keçirilir, amma istifadəsi necə həyata keçirilirdi? Konstitusiya və Qanun qanun. var. Bəli, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq dedik həyata keçirilir. Məlumat azadlığının həyata keçirilməsi. Yaxşı, bəs Ayşə dedik ki, tutaq ki, sən məlumat əldə etmək istəyirsən, amma məsəl üçün bu məlumatda alınması məhdudlaşdırılan məlumat deyil, normal informasiyadır. Əldə etmək istəyirsən, amma məlumat sahibi bu məlumatı verməkdən imtina edir. Bu zaman hara şikayət verə bilərsən? Yuxarı orqan. Üç dənə Ombudsman. var. Ombudsman məhkum. Yuxarı Ombudsmana orqana, verə ombudsmana, bir də məhkəməyə şikayət edə bilər. bilərəm. Bir də məhkəmə. Bax, üç yerə şikayət verə bilər dedik ki, məlumat sahibinin yuxarı Məlumat orqanına, ombudsmana İnsan və hüquqları məhkəməyə vəkili bir şikayət də vermək məhkəmələr. hüququ var. Heç Yaxşı, Ayşə, qarşı. tutaq ki, sən məlumat almaq istəyirsən, hansısa dövlət orqanına müraciət etdin, yaxud da yerli özünə aidmə orqanına müraciət etdin, məlumat almaq istəyirsən və həmin o dövlət orqanı məlumatı verməkdən imtina edirsə, onun dedik ki, məlumatın verilməməsinin qanuni sübuta yetirmək onun üzərinə düşəcək, yoxsa sizin üzərinizə düşəcək? Onun üzərinə düşəcək. Cavabdeh deyəndə kimi nəzərdə tutur? Qarşı Cavab tərəf. etməndə orqan. Yəni Yəni, məlumat sahibi də, Məlumat məlumat sahibi. sahibi məlumatı verməkdən imtina edirsə, onun verilməsinin qanuni sübuta yetirməkdə onun üzərinə düşəcək. Yəni cavabdehin üzərinə düşəcək. Yaxşı, bəs təranə, e, şəxs haqqında məlumatın hansı yolla toplanmasına yol verilmir? Verilmir. Aha, hansı yolla toplanmasına yol verilmir? Yalnız könüllü olaraq toplana bilir. Xeyr, bax mən soruşmuram ki, onun dini əqidəsi ilə bağlı məlumat necə toplanıla bilər. Ümumi götürəndə, tutaq ki, şəxs haqqında, məsələn, sənin haqqında məlumat toplanır. Bunun hansı yolla toplanması qadağandır? Hədə-qorxu və başqa qanunsuz vasitələrlə. Qanunsuz yollarla, hədə-qorxu gəlməklə, aldatmaqla toplanmasına yol verilmir də, qadağandır. Necə Bəli. toplanmalıdır? Qanuni yolla Qanuni toplanmalıdır. yolla Qanuni yolla. verilmiş Mhm. qaydada. Amma desək ki, təranə, məsəl üçün şəxsin siyasi bitərəfliyi, yaxud da siyasi partiya Məsuliyyəti. üzvlüyü, yaxud bitərəf olması ilə bağlı məlumat necə toplanıla bilər? Yalnız cinayət işi onu deyirsiniz müəllimə. Cinayət işi Yox, Yox, bax təranə. yalnız Öyrənilmə, qanun nəzərdə tutulmuş hallarda Aysə, dövlət orqanlarına qanun, təqdim yəni edilməlidir. mahiyyəti ilə Siyasi partiya öyrənil. üzvlüyü. Ay sağ olun. Hə, Bəli, hə. bəli, bəli. Barədə yalnız qanun nəzərdə tutmuş hallarda dövlət orqanlarına təqdim Ay sağ edilməlidir. ol. Bax, sən bunu ki öyrənirsən, özün üçün aydınlaşdır. Bax, məsəl üçün, bunun siyasi partiya üzvlüyü, bitərəf olması yalnız qanun nəzərdə tutulmuş hallarda toplanıla bilər. Amma bunun dini əqidəsi barədə məlumat nə zaman toplanıla Könüllü bilər? təqdim edilir. Yalnız özünün könüllü Sizin təqdim könüllü etməsi ilə toplanıla bilər. Vəssalam. Aydın elədik, qoyduq qırağa. Şəxs haqqında məlumat hədə-qorxu gəlməklə, aldatmaqla, qanunsuz üsullarla toplanması qadağandır. Necə toplanmalıdır? Qanuni yolla Qanuni qanuni toplanmalıdır. yolla. yolla. Və şəxs barəsində məlumat qanuni yolla toplandı və heç bir məhdudiyyət yoxdursa, Nəsimi, şəxsin o toplanılan məlumat haqqında hansı hüquqları var? Yəni o məlumatın üzərində hansı hüquqları var? Məlumatla tanış olmaq, məlumatı dəqiqləşdirmələr aparmaq, sonra Onun nə üçün istifadə edəcəyini öyrənmək. İstifadə olmasını bilmək. kim tərəfindən istifadə olmasını bilmək üçün. Məlumatın dediyik, kim tərəfindən hansı məqsədlə toplanmasını bilmək, məlumatla dəqiqləşdirmələr aparılması tələb etmək və məlumatla tanış olmaq hüququ var. Amma Nəsimi, bəs bu şəxsin bu üç hüququ hansı halda məhdudlaşır? Yəni bunların heç birini edə bilmir. İki hal var idi ki, o halda bu hüquqlar məhdudlaşır. Hansılar idi? O əməliyyat axtarır. Yox, müəllim, şəxsin onun xəbəri olmadan Bir də şəkildə deyirsiniz, müəllimə gizli şəkildə alınır. əməliyyat axtarış tədbirləri keçirilən hallar. Onu deyirsiniz yəqin ki. Bəli, iki halda dedik ki, iki halda şəxsin bu hüquqları məhdudlaşır. Bir, əməliyyat işinin istintaqıdır, bir də əməliyyat axtarış Xəbəri tədbirləri olmadan. cinayət işinin istintaqıdır ki, bu halda şəxsin o hüquqları nə edir? Məhdudlaşır. Amma deyirik ki, şəxsin hansı qanuna əsasən, Ayşə, başqa hüquqları da var. Yəni onun barəsi toplanmış məlumat üzərində.
Qanunvericiliklə müəyyən edilmiş müəllimə. Fərdi Hayır. məlumat. Qanun Fərdi Fərdi məlumatlar məlumatlar haqqında. haqqında Azərbaycan Məlumatlar Respublikası haqqında. qanununa. Bax, indi gəlin sayaq görək bu məlumat azadlığına neçə qanun adı çəkilir. Vətəndaş müraciəti var məlumat azadlığı haqqında qanunda. Bəli. Eşitmisiniz adını? Yox, yox. Vətəndaş müraciəti haqqında qanun adı çəkilib bu qanunda. Xeyr, fərdi Yoxdur, bax. Fərdi Yoxdur, məlumatlar bir haqqında Azərbaycan fərdidir. Respublikası qanunu var. İnformasiya əldə etmək İnformasiya haqqında əldə qanun var. Qanunvericilik aktlar var, digər qanunverici aktlar var. Sonra nə var? Məlumat azadlığı haqqında qanun var və müqavilə var. Müqavilə də nəyə əsasən bağlanır? mülki qanunvericiliyə əsasən. Bəli, mülki qanunvericiliyə əsasən bağlanır. Kəmaliyə xanım, bəs müqavilənin olmamasına görə kimlər məlumatı verməkdən imtina edə bilməzlər? İmtina edə bilməz. Bələdiyyələr, hakimiyyət orqanları. Və hakimiyyət olur. Bələdiyyələr və dövlət hakimiyyəti orqanları dedik ki, müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər. Müqavilə nə zaman tələb olunur? Müqavilə nə zaman tələb olunur? Bütün hallarda açıq müqavilə əldə istifadə edilir. etmirlər də. Yox, açıq hal məlumatın əldə edilməsi. Xeyr, məlumatın Müqavilə verilməsi faktlar həyata müqavilə keçirilir. əsasında həyata keçirilərsə, Həyata keçməsin. məlumatın verilməsi müqavilə əsasında həyata keçirilərsə, bu zaman dedik ki, müqavilədən istifadə olunur. Sonra yaxşı, bax, bir də var idi. Məlumat azadlığının əsas prinsipləri var. Məlumat azadlığının əsas prinsiplərindən vətəndaş müraciəti prinsiplərini hər imtahan bundan sual düşəndə qarışdırırlar həmişə. Çünki çox oxşuyur. Məsəl üçün keçən imtahan düşmüşdü. Müraciətin soruşurdu ki, müraciətə aid deyil. Orada yazırdı müraciətin açıqlığı, onun ifadə edilməsinin azadlığı. Əslində bu məlumat idi amma. Ona görə də həmişə onları müqayisəli şəkildə öyrənin. Mənim hansı bu Yaxşı, açıq məlumatın əldə Kəmalə xanım, edilməsi say ilə görək prinsip. məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərini. Mənim əsas prinsipləri bir məlumat azadlığının təmin edilməsi idi. Mübadilə açıqlıq və onun mübadilə edilməsinin azadlığı idi. Tamlıq, həqiqiliyi idi. Bir də onun istifadəsi, yayılması, qorunması qanuniliyi idi. Şəxsiyyətin, bir də dövlətin təhlükəsizliyinin qorunması idi. Bir də şəxsi həyatı, ailə həyatının sirrinin saxlanması idi. Dedik ki, məlumat azadlığının həyata keçirilməsinin nədir bunlar? Prinsiplərdir. Əsas Sonra prinsiplər bunlar. Bəli, yaxşı. Bəs Təranə xanım, de görək, məlumat əldə edilməsinə görə, yəni hansı yollarla əldə edilir? Açıq və alınması məhdudlaşdırılan iki halda. Açıq məlumatlar və alınması məhdudlaşdırılan məlumatlar. Dedik ki, açıq məlumatlar tənzimlənir də hansı aktlarla? Məlumat azadlığı haqqında qanunla, informasiya əldə etmək haqqında qanunla, digər qanunvericilik aktları ilə və müqavilə ilə. Ay sağ ol. Bəs alınması məhdudlaşdırılan məlumatlar necə tənzimlənirdi? Yəni onun dövlət, tənzimləmə peşə. qaydası necə həyata keçirilirdi? O da qanunvericidir, müvafiq qanunvericiliklə. O da dedik ki, qanunvericiliklə. Yaxşı. Bəs Ayşə, say görək alınması məhdudlaşdırılan məlumatlar hansılar idi? Kommersiya, sonra istintaq məhkəmə sirləri olan, ailə həyatından bağlı şəxslərin şəxsi işi. Yoxsa Sonra ailə Terror aktları, vəkil, notariat, həkim. Həkim, vəkil, notariat idi. dövlət Sonra dairəsində dövlət peşə idi ki, qulluq idi, bank kommersiya idi. Bunlar alınması məhdudlaşdırılan siyasına aid idi. Bəs Təranə, ətraf mühitə dair məlumatlar nə zaman alınması məhdudlaşdırılan məlumat hesab olunur? Ətraf mühitə dair məlumat nə zaman alınır? Bəli, qanunvericiliklə müəyyən edilmiş hallarda, yəni bütün hallarda yox. Bax, testdə düşür ki, bütün hallarda məlumat azadlığı çox asandır. Yəni bunlardan həmişə düşür. Məsəl üçün yazır ki, ətraf mühitə dair məlumatlar bütün hallarda alınması məhdudlaşdırılan məlumatlara aiddir. Bu səhvdir. Dedik nə zaman? Qanunvericiliyə nəzərdə tutulmuş hallarda alınması məhdudlaşdırılan məlumatlar siyahısına əlavə olunur. Sonra dedik ki, başqa nə qaldı? Bir də məlumatın mənbələri var idi. Mənbələri deyim mən? Qaydada məlumatı əks etdirən sənədlər və başqa daşıyıcılardır. Bir də media subyektləri idi. Bir də açıq məlumat mənbələri. Dedik ki,
Məlumatın mənbələri də yenə orada qanunvericiliyə nəzərdə tutulmuş qaydada o Bəli. dedik ki, məlumatları əks etdirən sənədlər idi, başqa daşıyıcılar idi, media subyektlərinin məlumatları idi, bir də açıq çıxışlar idi. Bu məlumatın mənbələridir. Yaxşı, bəs Kəmalə xanım, siz deyin, Bəli. məlumatın əldə edilməsi üçün təminat qaydaları var, yəni təminatları Bəli. var. Bəs bu təminatlar hansılar idi? Mən bələdiyyələr öz fəaliyyətləri və qəbul olunmuş Həm dövlət qərarlar barədə orqanları, həm də bələdiyyələr. həm də Tək bələdiyyələr bələdiyyələr deyil. onlar məlumat verməli idilər, vermək yolu ilə təmin edirdilər, daha doğrusu. Dövlət hakimiyyəti orqanları da məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılmasını da təmin edirdilər. Sonra statistik məlumatlar kitabxanalar idi, muzeylər idi, fondlar idi. Bunlar da maneəsiz istifadə edirdilər. Bəli. Bir də o fövqəladə hallar, təbii fəlakətlər ki, bunlar da qabaqdan xəbər verilməli idi. Əhaliyə dərhal məlumat verilməli idi. Bir də media idi ki, burada da dövlətin təhlükəsizliyi üçün olan. Bəli. Bir də media idi ki, burada da mətbuat dövlət də senzuraya yol verməməsi ilə təminat verirdi. Onu biz məlumat azadlığında da demişdik, yadınızdadır. Konstitusiyanın 50-ci maddəsində ki, mətbuatda senzura qadağandır. Yəni senzuraya yol verilmir. Bir də normativ hüquq aktları qanunvericilik nəzərdə tutulmuş hallarda əhalinin nəzərinə çatdırılması yolu ilə məlumatın əldə edilməsi üçün təminatlar idi. Bir də var idi ki, açıq məlumatlar. Nəsmə, açıq məlumatlar hansılar idi? Açıq məlumatlar internet informasiya ehtiyatlarıdır. Fiziki hüquqi şəxslərə təqdim etmək. Fiziki hüquqi şəxslərə testdə yazır ki, testdə bilirsiniz necə yazırlar. Deyir ki, fiziki hüquqi şəxslərə hüquqi şəxslərin təqdim edilməsi yolu ilə. Amma burada nə tər yazır? Fiziki və hüquqi şəxslərə təqdim edilməsi yolu ilə. Sonra digər qanunvericiliyə nəzərdə tutulmuş digər hallar var idi. O kütləvi informasiya vasitələrinin rəsmi nəşrlər var idi. Aha, onlardan da maneəsiz istifadə etməsə şərait yaradılması yolu ilə idi ki, açıq məlumatlar bu yollarla təmin olunurdu. Sonra başqa nə qaldı? Başqa heç nə qalmadı. Bir də məsuliyyət Bir də baxın. Bax, biz bir dedik ki, məsəl üçün, şəxs barəsində toplanan məlumatlarda o zaman onun hüquqları məhdudlaşır ki, iki haldaydı. Cinayət işinin istintaqı idi, bir də əməliyyat axtarış tədbirləri zamanı idi ki, bu halda həmin o hüquqları məhdudlaşırdı. Amma bir halda başqa bir nüans da var ki, o haldan başqa şəxsin, məsəl üçün, onun xəbəri olmadan, etirazına baxılmadan izlənməsi idi. Yaxud da tutaq ki, kütləvi informasiya vasitələrinin nümayəndələr tərəfindən izlənməsidir, şəklinin çəkilməsidir, videosunun çəkilməsidir. Əməliyyat axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və Orada sadəcə əməliyyat axtarış tədbirləridir. Bax, hüquq deyəndə ikisini götürür. Həm cinayət işinin istintaqı, həm əməliyyat axtarış tədbirlərini götürür. Amma bu izlənmə deyirsə, şəklinin, videosunun çəkilməsi, yaxud da sensiyasının izlənməsi deyirsə, onda sadəcə əməliyyat axtarış tədbirlərini götürür. Yaxşı? Bir də deyirdik ki, şəxs haqqında toplanılan məlumatlar, o qanuni məqsədlər üçün toplanmış məlumatlar hansı müddətdən çox olmamalıdır? Zəruri. Qanunvericiliyə nəzərdə tutulmuş, o zəruri müddətdən çox olmamalıdır. Qanuni məqsədlərlə toplanmış məlumatların qanunvericiliklə nəzərdə tutulmuş zəruri müddətdən çox olmamalıdır. Aha, bax dedik ki, bu qanunun tələblərini pozan şəxslər də hansı məsuliyyətə səbəb olur? Müvafiq olaraq məsuliyyətə müvafiq olaraq. Qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. Məsuliyyət daşıyırlar.